Salam, bugün mən sizə coğrafiya test toplusu 2-ci hissə 2025-ci səhifə 184-dəki bir neçə məsələlərin izahını verəcəyəm. Məsələlərin izahını verməmişdən öncə qeydlər edək. Demək, dünya ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı bölməsindən demək, ölkələrin inkişaf səviyyəsi yüksəldikcə istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərin dəyəri artır. Onlar ümumi daxili məhsul və ümumi milli məhsul göstəriciləri ilə müəyyən olunurlar və ümumi daxili məhsul və ümumi milli məhsul müəyyən müddət ərzində istehsal edilən məhsul və xidmətlərin pulla ifadə olunan dəyərlərinin cəmidir. Deməli, ümumi daxili məhsula daxil olan, demək, ölkə daxilində xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir. Həm ümumi daxili məhsula, həm də ümumi milli məhsula deməli daxildir ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər. Yəni hər ikisinə daxildir. Bir də ümumi milli məhsula nə daxildir? Ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər. Deməli, ümumi milli məhsula həm ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir, həm də ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir. Və məsələmizi həll edək. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Həmin məsələlərin izahına baxa bilərsiniz. Məsələ 171-ə baxaq. 2024-cü ildə ölkə 380 milyard manatlıq məhsul ixrac etmişdir. Ticarət balansı müsbət olub, ixracın həcminin 20%-nə bərabərdir. İdxalın miqdarını hesablayın. Keçən video dərsdə də qeyd etmişdim. Ticarət balansı nəyə deyilir? Ticarət balansı deməli ixrac olunan məhsulun dəyərindən çıxırıq, idxal olunan məhsulun dəyərini çıxırıq və demək qeyd edir ki 20% qədərdirsə ixrac olunan məhsulun dəyəri 380 milyard dollardırsa 380 milyard dollarımız 100%dirsə 20% 76 milyard manatdır. 76 milyard manatdır və ticarət balansında tənlik formasında həll edib baxın, ticarət balansı bərabərdir idxal olunan məhsuldan ixrac olunan məhsul